Salamlar millət, hər birinizi Abbaszadə TV kanalında salamlayıram. Mən Məhəmməd Abbaszadə. Deməli, bugün danışdığımız kimi avtomobilin növbəti modifikasiya videosuna keçirik. Sifariş etdiyim 4 ədəd təkər və 4 ədəd yeni disk artıq evə çatıb. Məndə hal-hazırda avtomobilin üzərində, avtomobili tanıyırsınız, BMW F11 qış təkərləridir və mən yay təkərlərimi satmışdım. Hal-hazırda üzərində gördüyünüz təkərlər mənim qış təkərlərimdir. 17-lik disklərdir. Və vəziyyəti də deyərdim ki, sazdır. Hal-hazırda üstündə olan qış təkərlərinin vəziyyəti kifayət qədər də yaxşıdır. Yəni gələn illərdə istifadə edəcəm böyük ehtimalla. Amma yeni yay sezonunda təbii ki, yeni yaxşı təkərlərdən, yəni belə deyək, Azərbaycandakı BMW F10-umda da yaxşı disklərim var idi. Onsuz da alanda üstündə gəlmişdi. Ona görə mən yenisini almamışdım. Amma həmişə arzum var idi ki, əgər BMW F11 və yaxud F10 alası olsam, yaxşı disk təkərlə onları donatacam, belə deyək. Mən indi aşağı düşüb diskləri çıxardacam. Dostum Məhəmməd gəlir, birlikdə köməkləşib bugün təkər dəyişikliklərini icra edəcək. Getdik. Bu mənim velosipetin duvarıda, bu qızımın skuteri, bu da onun velosipeti, bu da almış olduğumuz təkərlər. Dəli kimi şeylərdir. Şimdi bunların hamısını taxıb, sonra maşınımızın üstünə necə görsənir, baxacaq. Həmişə dediyim kimi kanala abunə olub videoları bəyənməyi unutmayın. Bu bizim üçün çox vacibdir. Həm də modifikasiya videolarının davamını gəlmək istəyirsinizsə, şərh bölmələrində nələr görmək istəyirsinizsə qeyd edə bilərsiniz. Təkərlər ağır olmasına baxmayaraq hamısını gətirib bura düzdüm. Məhəmməd də gəlsin, yavaş-yavaş başlayaq. Deməli, təkərlər Oxygen 18 firmasının R20 təkərləridir. Ətraflı məlumatları disklər haqqında bura paylaşacağam. Disk ölçüləri eynidir. Amma yeni istifadə etdiyimiz Michelin Pilot Sport 4S təkərləri arxa 275 30 20, bu ikisi gördüyünüz arxa təkərli olacaq. Ön təkərlər isə 245 35 və 20 formasında ön və arxa təkərləri təchiz eləyəcəyik. BMW kimi digər sport avtomobillərdə də həm vizual görünüş cəhətdən, həm də ki yolda sürdüyünüz dinamikanı yaxşı saxlamaq üçün arxa və ön təkərlər arasındakı fərq demək olar ki, bir çox avtomobil firmasında və təkər firmalarında aktualdır. Ona görə adətən təkər dalanda axtarış edəndə arxalar biraz qalın, önlər arxa 20 təkərlərdə adətən bu formada gəlir. Bunu 19-luqda və 18-də də eləmək mümkündür. Arxadan misal üçün avtomobili baxanda daha bir qalın təkər görünüşü görsənəcək. Videonun sonunda təbii ki, bunu da görəcəksiniz artıq hazır vəziyyətdə. Biz də ona görə bu formada düşündük. Hər birini eyni formada da eləmək olardı. Misal üçün hamısını 245 ilə başlayıb, yəni qalınlığı nəzərdə tutaq 245 35 20 olaraq da bölüşdürüb eləmək olardı. Mən düşündüm ki, arxanı biraz daha enli eləsək daha vizual cəhətdən də yaxşı görsənər. Təkərləri niyə Michelin seçdim? Çünki Michelin bir dünya firmasıdır. Michelin kalitenin öz adıdır. Yəni düşündüm ki, Michelinlə elə bir dəfəlik işi bitirək. Çünki təkərlər ən yaxşı pis ehtimalda 4-5 il rahat istifadə eləmək olur. Disklərdəki ömürlüyü onsuz da mənimdir. Ona görə hər şeyin ən yaxşısını düşündüm bu səfər. İlk dəfə də belə bir şey elədim. Bu qədər riskə girdim, yəni belə deyək. Təkər və diskə bu qədər çox pul ayırdım. Sıfırdan, ikinci əl yox. Hər şey özümün olsun, yeni olsun adı ilə 4 ədəd disk və təkəri avtomobilin altına taxacaq. Mənim şəxsi fikrimə görə bir avtomobildə modifikasiyaya başlayırsansa, bir istifadə edəcəyin təkərlər çox önəmli rol oynayır. Çünki body kit nə qədər də yaxşı olsa, təkərlər əgər o deyilsə, istər-istəməz bir balaca o həmin o görüntünü ala bilmirsən. Avtomobilimiz onsuz da BMW M paketdə təchiz olunmuşdu. Ön buferimiz M-dir, arxa bufer M-dir. Avtomobildə bir neçə M detallar var onsuz da. İstər interyer olsun, istər eksteryer olsun. Bu cəhətdən bir balaca qabağa düşmüşdü. Maşını alanda zavod M paket olaraq gəlmişdi onsuz da. Hal-hazırda eləyəcəm işlər bir disk təkərdir. Bunları etdikdən sonra isə növbəti videolarımızın birində daha sizi maraqlı bir sürpriz gözləyir. Arxa difuzoru və egzoz sistemi və egzoz başlıqlarını dəyişəcəyik. Amma təbii ki, keyfiyyətli, kaliteli bir formada olacaq. Məhəmməd də gəldi yenə bildiyiniz kimi Volkswagen Polo'nun bir neçə detalı bizə lazım olacaq. Danqrat misal üçün Volkswagen Polo'nun arxasında. Mənim başımda baxdım ki, ümumiyyətlə danqrat yox imiş. Ona görə məcbur bundan istifadə edəcəyik. Maqnətərdir vəziyyət. Vəziyyət yaxşıdır da, görəyini haqqına çıxa bilirik. Mikrofonun yoxdur, amma sənə də mikrofon verəcəm, yaxşı. Yaxşı, mən Gəl. Bizim əlimizdə bir ədəd danqrat, bir ədəd şurupları sökmək üçün istifadə olunan, bunun adı nədir bilmirəm, şərh bölməsində bildirərsiniz. Bundan indi işə başlayaq yavaş-yavaş. Maqa, bu təkər işlərində ən önəmli diqqət eləməli olduğumuz şey nədir? Sən bilərsən belə şey. Birinci təkər almamaq, bura. Ən birinci mənim gözümdən. Görə də bura, təkər işlərində bura. Sən bir dəfə
Təcili yardım vəziyyətində bir dəfə təkil dəyişmisən də. Yəni bu şeylərlə də Bunu açmadıq axı. birinci onu açmaq lazım. Bunu dedin ha, bu maraqlı söz. Rəsmi olaraq Deyəsən bunu götürmək böyük lazımdır. bir modifikasiya dəyişikliyindən sonra Böyük göndə maşına ən birinci belə deyək. Babat o hissi verən şey diskdir də. Bodykit nə qədər yaxşı olsa birinci ha tərəf açılırdı. o maraqlı söhbət. Sən belə özünə çəkirdin, yoxsa belə basırdın? Oradan basırdın ha, bas. Bizim yoxsa qardaşın kömək eləsin ha. Məncə özünə dartırdın, nə belə? Yox, bura aşağı edir. Deyirəm ha, özünə dartır. Hə də, ayısı. Üzülmə də. Çox rahat açıldı değil mi ağa? Belə olmalı. Biz Allah gelib gəlmiş. Belə olmalı. 200 zadı basıb sürür, belə olur. Deməli, maqa bu tərəfdə bu təkərləri sökük, göz sökür. Mən digər tərəfdə şurupları birinci yoxladım ki, görək ümumiyyətlə hamısını aça bilirik ya yox, o da problemdir. Açırsam görsən bu bir dənəsində getmiş şurup açılır. Birinci təkər bu arada söküldü. O nədir? Qabaq. Bu qabaqlardır. Bir dəfə də kontrol 245 35 R20 etiketlərini də sökək. Bu sənin xeyirli olsun. Bunlar balans da elətdiriblər, demişdim. Balans oldu mu hamısı? Bu Michelin etiketlərini sökür. Sənə bir sual verim. Hə. Niyə Almaniyada 4 fəsil təkər yoxdur? Almanya 4 təkər fəsil var, var əslində. 4 təkər fəsil yox, 4 fəsil təkərlər var əslində. Amma aktual deyil istifadələri. Belə eşitmişəm. Maqa bir də amma. Hə, kömək lazımdır ya. Bir də bunu saxla. Bunu dilə burasını təmizləyib zad eləmək lazım, deyil mi? Belə daşları təmizləsin daha yaxşı olar. Amma yəni daşda yenə də oturur. Söktüyümüz qış təkəri buydu. Bu arada bu da canavar kimi Pirelli'nin təkərləridir. Çox da qəşəng effektlidir. Birinci təkərdən effekt görsənəlim abi. Səncə səhv seçim eləməmişəm. Yox, dəlisən, səhv seçim yeridir. Çox qəşəng təkərdir. Təsəvvürlə bunu vururam deyirsən ki, səhv Xoşum seçimdir. gəlmədi sök. Mən də itə dönürəm. Maqa. Qasın qabağını açdı. Soyunma ha. Yayımdayız oğlum. Maqa. Al mağaya yardım. Hə. Gəl bura. Hə. Sal şurubu içəri buradan. Bu mən əlim saxladığı yerdə. Əlim ora salmışam. Mən də gedim. Buranı açmışam bu arxa təkəri. Maqa işləyə biz də bu arada buradakı deşik də boş qalmayacaq. Deşik üçün deməli bizə nə göndəriblər? Balaca bir paketin içində də bu formada Oksigen firmasının özünün 4 ədəd qapağı. Özü ikisi göy. İkisi ağ rəngdədir deyəsən. Səhv düşünmürəmsə. Nədən ərsən? Demək ki 3 dənə göndərirlər. Maqa bunun bir dənəsi alır bura. 4 dənə olmadı şimdi. Mənə də elə gəlir 4 dənə olmalıydı. Amma 4 dənəsini bilmirəm də. Yəni mən 4'ünü gördük ya biz bir yox. Yox. şeyə düşüb də aşağı. Mənə də elə gəlir aşağı düşürdü. Bu da buradaymış. Bunu da taxdıq. Bir anlıq əsmə düşmüşdü ki bunu tapa bilməyəcəm. 4'ü də var, bir dənəsi yoxdur. Deşikin boş-boşuna qalmasın orada. Nəysə, tapdım maqa, buradaydı. Tapdın? Hə. Deyirəm də aşağı düşmüşəm. Names İtaliyaya kəlləsinə. Doğru, bu sıfır. Hı. Bu hansılara tərmək istəyirsən? Göy, ikisi göydü, ikisi şey, ağ. Yox ya, estağfurullah. Üçü göydü, biri ağ. Bu niyə belə? Yoxsa açılıb çıxmalıdır bu? Klonkasıdır. Bunu görəcəksin. Çünki bu burasında da var, dibində qırağına var, qırağında klonka kimi şey var. Ağda var məsələn bu? Yox. Yox var burada, gözlə. Ağda yoxdur. Hə, hamısı ağdır. Bu göy olmaz axı, bilməyə lazım. Hamısı abi. Ha, sizə qəşəng. Bir dənəsini elə sənin üstəvə elə. Xeyirlisi olsun. Şartıqlara sürək. Oğlunun toyunda maqa. Oldu bura. Amma bu təkərin üstü nə edir? Nətər yəni? Hava sürüləcək, gedəcək, tamam. Ona çox şey eləmə, əli batırma. Ay, ona Adam mən gic oluram da bu təkərin arasında bir şey girəndə də. gülməsin də. İndi Hadi sürəlik adam var keçər. ki, adamların şahıdır. Adam var. Nə? İndi arxaya keçirsən. Yox, mən bunu bir də dəyişəcəm. Bax belə girir. Nədən mizah? Cəm bəy. Nədən mən də bilim. Mən də onda bu tərəfi boşaldım. Sürətli formada. Eləyək ki, hava qaranmamış, işləmci bitirək. Sabah. Yoxsa bu tərəfə idi. Hə, indi yenə zibilə çıxdı. Bilmirəm hansı tərəfə fırlatmalıyam. Bu arada bu tərəfəymiş. Şakal axırıncı əməliyatları bağlayıbsa açılmır. Ola. Mağa inşallah təkər açırsan da sən özün.
Bunun ucu ayaq getməlidir. Aha. Sanki boşaltdıq. Bu təkərin bir dənə şurupu çox ağır açılırdı bu arada. Uzaqdan ilkin baxış. Qəşəng. Rəngilofun dəyişdiyi maşının. Böyledir değil mi? Modifikasiyanın gözü deyil. Amma sənin sözündə həqiqət var. Bunu rəngləmək lazımdır. Orada çılpaq görsən. Hə. Mesela su zad vurarıq görür nəsə açılır mı rəngi, inanmıram. Mən o rəngi Yox, açılsın. açılmayacaq. Arxanı biraz şübhəli eləyəm ki, birdən. Amma sürtməməlidir. Bəli vaxtıdır. Şübhəli vaxtı da Də dəyişir. qardaş. Yeridir. Dost nədir? Nə dost da? Deməli, videonun əvvəlində danışım sizə. Bir-iki videoda yerləşdirərəm. Deməli, videoya günün birinci yarısı başlamışdıq. Qəşəng də gedirdi. Həvəslə gəldi o gün bu birinci təkəri söktük. Sonra bizdə olan bu qara şurup açanı gətirdik indi. Açaq. Gördük ki, köynəni söktü, təzənin o bu deşiklərdən içəri girmirdi. Ona görə videonu orada da ciddi yandırdıq. Dedik ki, gedək bir qəşəng futbol oynayaq. Yeriz mənim getdik qəşəng bir halı saha futbol oynadıq, gəldik Azərbaycanlı uşaqlarla. Sonra da hava qaralmamış, dedik bu işləri həll edək. Saat hardasa səhv eləmirəmsə 7 işdir 10 dəqiqə. Çünki hava vosvotlu qaralacaq. Bu təkərləri də göstərim var. Deməli, təkər budur. Bu arxa qalın təkərlərdir biraz. Ölçülərini də... Qalın nədir? Bu enlikdə təkər olur. Oo, sən boyda adam var. Yenə Michelin Pilot Sport 4S 275-30-20 təkərlərdir bu. Yenə dediyim kimi, disklər haqqında olsa ətraflı məlumatı videonun bir neçə yerində yerləşdirəcəm. Oxşar disk almaq istəyənlər dəyərləndirə bilər. Burada da hələ ki hamısını yapışdıraq, sonda bir dəfə də baxarıq. Biz yenə bu qaranı götürüb digər tərəfdə yenə gedək nə etməyə? Şurup boşaltmağa ki mağaya biraz da rahat olsun sonra. Qış təkərləri maqa özümüz dəyişirik. Bundan sonra özümüz dəyişək. Burası bir əhdaşımız da şey olsa daha yaxşı. Nəyimiz olsa? Yəni bu şeylər zədə biraz daha belə normaldır. Bunlar çox bəddə baba şeylərdir də. Danqırat məsəl üçün hava ilə olsa, şey olsa. O bir dənə var 4 dənəlik belə olan. Məsələn bundan da hər başlığa gedən. O da mustaya lazım. Bizə bir halda ki bu gedirsə istifadə eləmək olar. Bu arada əziz izləyicilər, bildiyiniz kimi indi diskləri dəyişirik. Bundan sonra egzoz sistemlərində dəyişiklik edib difuzor taxacağıq. Bir də ön lip almışam. Lipi də gərək necəsə ya özümüz ya kiməsə taxdıraq. Sizin də əgər maraqlı fikirləriniz varsa ki, BMW F11-ə bunu taxsan babat görsənər kimi. Dediyim kimi, təkər, bufer, M-paket onsuz da var. Bundan əlavə nə eləmək olar? Bunun haqqında da öz fikirlərinizi şərh bölməsinə bildirməyi unutmayın. Maşında hal-hazırda ən bir dənə bəyənmədiyim şey sağ fara normal işlək vəziyyətdədir. Yəni görünüşdə hər hansı bir vizual problem yoxdur. Sol faranın içində isə mütəmadi su yığılır. Xüsusən qışda başladı bu hadisə. Qışdan əvvəl yox idi. Artıq 1 il olur bu avtomobili istifadə edirəm. Dediyim kimi, qışdan əvvəl bu hadisə yox idi. Keçən fevralda almışdım. Onda da bu hadisə baş verməmişdi. Bu qışa girəndən sonra bu hadisə başladı baş verməyə. Səbəbini hələ də bilmirəm. YouTube'da bir neçə videoya baxmışam. Hamısında deyir ki, xüsusən BMW F10 və F11-lərin problemidir. Nə gülürsən mağa? Mağanın izi gülür. Bu deməkdir ki, ya yaxşı bir şey. Ooo. Mağa özüdür. Bu nədir? Oo, çox aqressiv oldu ya mağa. Bu sürtməz ki bunu. Polda düşürtmüsən yerə. Orada ucu məsafə qalmadı demək olar ki. Qəşəng oldu amma bu məqsəd elə bu idi elə. Nə deyirsən? Qabağa da 2 dənə sport amortizator sifariş eləyim. Özümüz dəyişək. Yeter artıq. Ən sevmədiyim şey video çəkəndə hava qaralır. GoPro-da axşam vaxtı normal video keyfiyyəti göstərə bilmir. Amma yenə də bu videonu bitirmədən çıxmayacaq. Oksigenin digər disk qapağında xeylisi ilə bura taxırıq. Xeylisi ilə taxanmadım deyə. Aha. Bu da belə. Bu videonu izləyicilərim üçün sabah günün birinci yarısında bir dəfə də şəkil və videolarını çəkib videonun sonuna yerləşdirəcəm. Yəni hazırda qara disk o qədər də qaranlıqda ümid edirəm ki, başa görsənməyəcək. Amma mütləq formacı çəkib orada qoyacağam son nəticəni. Mən millət, hər birinizi növbəti gündən salamlayıram.
Dünən videonun sonuna nəyə görə gəldik? Hava şəraiti başladı qaralmağa, açığı bizim çünki çox vaxtımız getdi təkər dəyişməyə. Videonun əvvəlində dediyim kimi biz ilk dəfədir təkər dəyişirdik hər ikimiz də. Azərbaycanda bu tür təcrübələrimiz yox idi. Çünki Azərbaycanda onsuz da təkər dəyişməyi 5-10 manata demək olar ki, hər yerdə eləyə bilirdik. Amma Almaniyaya gəldikdən sonra hiss elədik ki, il ərzində 2 dəfə minimum təkər dəyişilməsi lazımdır. Yay təkərlərinə keçid, qış təkərlərinə keçid və hər dəfə təkər dəyişməklərə minimum 20-25 avro xərc çıxır. Sadəcə yer də tapa bilməmişdim açığı təkər dəyişmək üçün və ona görə qərar aldıq ki, bu möhtəşəm təkərləri özümüz yerinə taxaq. Avtomobilin üzərinə hansı təkərləri taxdıq? Videonun əvvəlində qeyd etmişdim. Oxygen 18 firmasının 20'lik diskləridir. Konkav təkərlərdir, içəri doğru bir balaca meyillikləri var və üzərinə də Michelin sport təkərlərini taxdıq. 4SG-dir bunların firması. Açığı dünən avtomobili təkərləri taxdıqdan sonra başladıq bir balaca sürməyə. Avtobana çıxdıq, yüngül bir sürüş elədik, ortalama bir 10-15 kilometrə yaxın məsafə qət etmişik. Bundan sonra isə həm təkərlərin tam yerinə oturmasını, həm ilkin təəssürat necə idi, onu yəni düşündüm ki, görək ilk təəssürat necə olacaq. İlk təəssürat super oldu. Nə yalan deyim, mən bu qədər açığı yaxşı çıxacağını gözləmirdim. Nəyə görə? Çünki avtomobilin üzərində olan 17'lik təkərlər onsuz da rahatlığı belə deyək, çox yaxşı formada mənə göstərirdi. Düşündüm ki, 20'lik disklərə keçəndən sonra bir balaca komfortda zəiflik olacaq. Amma tam tərsinə, əksinə daha rahat, rulu daha rahat hiss edirəm. Daha bir yüngül sürüş var. Təbii ki, sürdüyüm yollar açığı asfalt yollardır. Fərqli bir yollara girməmişəm hələ ki. Gruntavoy və yaxud məhəllə aralarında ciddi bir hissiyat fərqli bir vermir mənə. Və bu həftənin sonu Praqaya avtomobili sürəcəm. Ona görə təkərləri indidən taxmaq istədim ki, Praqaya gedəndə də yeni təkərlərlə yaxşı bir dinamika ilə, sport bir effektlə avtomobili idarə edim. Videonun sonuna artıq gəldik. Bildiyiniz kimi ilk modifikasiyamız, böyük modifikasiya deyildi əslində, qabaq qrilləri dəyişmişdik. Qabaq qrilləri dəyişdikdən sonra növbəti təbii ki, modifikasiyamız mütləq disklər olmalı idi. Diskləri elədik. Bir digər videomuzda isə artıq arxa buferə fərqli bir dəyişiklik eləyəcəyik. Həm ya da deməyim, yəni qoy maraqda qalın. Həm kanala abunə olmağı unutmayın, həm də videoları bəyənməyi unutmayın ki, növbəti videoda avtomobilin başında nələr gələcək görəsiniz. Özünüzdən müğayət olun. Görüşərik növbəti videolarda.